Bismillah. Bürclərin 31 mart 6 aprel aralığı həftəlik ən düz ümumi və pul proqnozu. 31 mart 6 aprel aralığı üçün bürclərin ən dəqiq ümumi və pul proqnozu belədir. Qoç, ümumi enerjin yüksək olacaq. Yeni başlanğıclar üçün ideal zamandır. Pul, gözlənilməz qazanc mümkündür, amma xərclərə diqqət et. Buğa, ümumi sakit və sabit həftədir. Planlarını həyata keçirmək üçün uyğun vaxtdır. Pul axını yaxşılaşır, köhnə borclar qaytarıla bilər. Əkidlər, ümumi ünsiyyət və əlaqələr ön plandadır. Yeni tanışlıqlar faydalı olacaq. Pul, kiçik qazanc artımı var, amma riskli addımlardan uzaq dur. Xərçəng, ümumi duygusal dalğalanmalar olar bilər. Ailə məsələlərinə fokuslanacaqsan. Pul, xərclər arta bilər. Qənaət vacibdir. Şir, ümumi liderlik qabiliyyətin önə çıxır. Uğurlu qərarlar verəcəksən. Pul, gəlir artır, yeni qazanc qapıları açılır. Qız, ümumi detallara diqqət sayəsində uğur qazanacaqsan. Pul, stabil qazanacaq, amma böyük qazanc gözləmə. Tərəzi, ümumi münasibətlərdə balans tapacaqsan. Müsbət dəyişikliklər var. Pul, əlavə gəlir şansı yaranır. Əqrəb, ümumi güclü intuisiya ilə düzgün qərarlar verəcəksən. Böyük qazanc ehtimalı var. Şanslı həftələrdəsən. Oxatan, ümumi səyahət və yenilik enerjisi yüksəkdir. Pul gəlir, amma tezdə xərclənə bilər. Oğlaq, ümumi iş və karyera ön plandadır. Ciddi uğurlar mümkündür. Pul, maddi vəziyyət güclənir, artım gözlənilir. Dolça, ümumi yeni ideyalar və yaradıcılar səni önə çıxaracaq. Pul, gözlənilməz qazanc ola bilər. Balıqlar, ümumi ruhani və emosional olaraq güclənirsən. Pulda dalğalanma var, diqqətli olmaq lazımdır. Həftənin pulda ən şanslı bürcləri Şir, Əqrəb, Oğlaq. Pulda diqqətli olmağı bürclər Xərçəng, Balıqlar, Oxatan.